Allah mübarək eləsin. Allah xoşbəxt eləsin. Çok böyle kaynamış böyle güzel. Toyudu kardeşimin, odu tacı başımın, ne güzel gündü. Müğənni Pünhan Piriyev sevib seçdiyi Mələk adlı xanımla ailə həyatı qurmağa hazırlaşır. 19 aprel tarixində hərisi alınıb, şirin çay içilib. Elçilik mərasimində böyük olaraq müəllimi, xalq artisti Zabit Nəbizadə və sənətkar Mirələm Mirələmov onun yanında olaraq hərisini alıblar.